Salam aleykum, mənim dəyərli bacı qardaşlarım, necəsiz? Daimi izləyicilərim, yeni gələn izləyicilər, abunəçilər, çox sağ olun, var olun. Allah hamımızdan razı qalsın. Türkiyədən, Rusiyadan, Azərbaycandan izləyən bacı qardaşlar, təşəkkür edirəm sizə. Hər zaman yanımdasınız, daha da yanımda olun inşallah. Kanalımız irəli getsin, sizinlə bərabər zəhmətimiz burada getməsin. Allah hamıya kömək olsun. Mən də bazarlıq elədim. Salihlə öz yeməklərimi gətirmişəm. Qara çay oje atmışam, yaşıl çaya başlamışam. Salihi də bu arada başını keçirlər eləmişəm, tökülürdü. Dərmanlardan da yəqin ki. Aldıqlarım nemətləri, ədəvaları yerinə yerləşdirirəm. Bunun adı yadımdan çıxdı. Yadımdan çıxdı adı. Bu otun adı yadımdan çıxdı. Raziyana. Raziyana aldım. Çayını içəcəm hər axşamlar inşallah Allahın izni ilə. Yaşıl çayı da yerinə yerləşdirirəm. Yaşıl çay İranın yaşıl çayları qəşəngdir, təmiz idi. Prosto gətirmirlər. Xahiş edirəm ki, mənim videolarıma dəyər verərsiniz, baxarsınız inşallah. Axıra qədər baxarsınız, şərh yazın, like verin, paylaşın, zəhmət deyirsə sizə, Allah əvəzini versin sizə inşallah, Allahın izni ilə. Özüm belə səsi bağlamışam Salihə görə də, bilirsiniz, daimi izləyə bilər ki, Salih ağzından ola bilər ki, narahat uşaq olduğuna görə nəsə bir söz çıxar. Ona görə səsi bağlamışam, mikrofonla səs atıram, yazır da səs. Bu darçını da almışam. Bu darçın kötüydü, özüm üyüdürəm. Bu başqa cürdür. Bir də var nazik, tək qabıqlı, bunun içində çox qabıqlar var. Bu da qəşəngdir bunlar. Dedilər ki, yaxşıdır, mən də aldım. İmbir axtararam, imbirin qurusunu tapa bilmirəm. İnşallah sabahda Allah izin versə, şənbə bazarda Azərbaycan vaxtı ilə 20:30 mən Türk bacı qardaşlarım da buradan baxırlar, izləyirlər. Short videolarıma, istəyir uzunluqlarıma şərh yazırlar. Təşəkkür edirəm onlara. Bir bacımız var, ədəbli bacımızdır. Türkiyədə yemək kanalı var. İnşallah sabah canlıda gəlsə sizə təqdim edəcəm həmin bacını. Mən hər canlıya girən deyiləm, ancaq o bacını yemək axtarırdım, qarşıma çıxdı. Onu da dəstək olaraq inşallah Allahın izni ilə. İnşallah ki sabah canlıda tort demirəm, tort çətindir, biraz səbir lazımdır ona. Salih imkan verməz onu bişirmək üçün. Amma ki piroq eləyərəm, kek eləyərəm, kurabiyə bişirərəm, yəni hazırlaya bilərəm. Əgər yazsaz, şərh yazsaz Allahın izni ilə nə bişirsəm deyin, sabah mən canlıda bişirim, sizə təqdim edeyim Allah izin versə. İstəyir pis, istəyir yaxşı, təqdim eləyəcəm. Məndə yalan yoxdur. Necə varsa təqdim eləyəcəm. İnşallah ki, yaxşı alınar Allahın izni ilə. İşte də indidən deyim ki, ola bilər belə alınar, yaxşı alınır, pis alınar. O da Allahdandır. İnşallah sabah Bismillah deyib bişirərək Allahın izni ilə, Allahın mərhəməti ilə. Çünki mənim kanalım ev işləri ilə, qarışıqdır da mənim videolarım, qarışıq. Yəni ev, yemək, gəzinti, belə Salihlə, dərslərimlə belə bağlı olduğuna görə istəyirəm ki, canlıda da ev işlərindən yox, amma yemək, şirniyyat bişirə bilərəm Allahın izni ilə. Problem yoxdur. Belə, inşallah ki şərh yazın Allahın izni ilə.
2-3 nəfər də yazsa, desəz ki, ya kek bişirin, ya kurabiyə bişirin, amma tort yazmayın. Tortu bişirə bilmərəm. İnşallah ki də yaxşı olur Allahın izni ilə, amma dəstəyinizi əsirgəməyin. Videolarıma axıra qədər baxın. Yenə deyirəm ki, video axıra qədər baxılmasa, baxış sayı da az olur. İnşallah ki də baxarsınız, dəyər verərsiniz kanala. Deyirlər ki, yəni nə bilim, yalan olmaz da, kanallarda yalanlaşmaq olmaz. Yalanı Allah sevmir. Necə var elə də təqdim edirəm mən videolarıma. İstər Salihlə bağlı, istər özümlə bağlı. Necə varsa elə təqdim edirəm. Elə Salihlərdə çəkirəm, paylaşıram. Özüm günün arxasına çəkirəm ki, şərh yerləri bağlanmasın. Çünki Salih uşaq deyil. Bu çorapları da Salih üçün almışam. 1 manat aldım. 1 manat 70 qəpikə indi alırıq. 70 qəpikdə bahalaşıb. Prosta bu tam sintetika deyil də. Tam sintetika geyindirə bilmirəm. Çünki Salihə deyirlər ki, bu yaxşıdır. Bunda xilipçi almışam özüm üçün. Birinci dəfədə bu xilipçidən alıram. Ağ çörək yemirəm mən. İnşallah ki də bu da yaxşı olar. Sabahdan başlayacağım istifadə eləməyə. Allahın izni ilə. Xofqamda tok keçirdi. Bilmirəm niyə. Gərək ustaya zəng eləyəm deyəm. Yox, bəlkə də həmin şirkətə demək lazımdır ki, 2 dəfə, 3 dəfə tok keçirdi bu. Əlimdə telefon var idi. Əlimi də vurdum. Ağzını açanda mənə tok vurdu. İnşallah ki də zəng eləyəcəm. Sabah yox, выходной-dur sabah. Birinci gün inşallah zəng eləyəcəm. Görək tok nədən keçirdir. Sabah canlıda hamınızı gözləyirəm. Dostunuza, tanışınıza, qohumlarınıza müraciət eləyin. İnşallah gələrlər, like verib çıxsınlar. Amma istəyirəm ki, biraz tez başlayayım. Başqa canlı ilə üst-bəst düşməsində. Hamı çıxanda canlıdan baxış sayı da olmur. Amma çox adam olanda baxış sayı da yaxşı olur. Əsas canlıda mən sabaha qədər 1K olur baxış sayı. İnşallah mən bilirəm ki, mənim canlımda ədəbli insanlar olur. Arada gəlirlər belə, hər canlıda gəlirlər elə ürək bulandırmaq üçün. Amma ki, çoxsu ədəbli insanlardır, bacı qardaşlardır. Mənim canlıma gəlirlər. Təşəkkür edirəm sizə. Allah hamımızdan razı qalsın. Bilirəm ki, hamı Salihi çox istəyirsiniz, Salihə görə gəlirsiniz. Mən də bu kanalı Salihə görə açmışam. Çünki mənim işlərim hamısı onlayndır. Nə olar ki, buradan da qazanc əldə eləsəm. İnşallah ki də əldə eləyərəm Allahın izni ilə. Allaha mərhəmət elə. Hamı deyirlər ki, yox belə, amma hamı YouTube açırsa, qazanc əldə eləmək üçün, mən özüm də qazanc əldə eləmək üçün mən YouTube açmışam. Amma ki, 3-cü ilə keçib ki, mən qazanc əldə eləyə bilmirəm. Çünki saatım dolmur. Dolmağa az qalmış, spam oldum. Kanala yaxşı diqqət eləmirdim, amma kanal spamdan çıxandan sonra Şəhid kanalın rəhbəri kömək elədi ki, kanal spamdan çıxdı. Allah razı qalsın. Amma istəyirəm ki, bundan sonra kanala daha da diqqətli olum. Məsuliyyətim olsun ki, vaxtında short paylaşım, uzun vloglar paylaşım. Amma uzun vloglarıma baxan azdır da. İstəyirəm ki, siz də dəstək olasınız, kömək olasınız ki, kanalımın 4000 saatı dolsun inşallah. Deyirlər, çantası açmaq lazımdır ki, gündəlik saat dolsun, amma mən gündəlik aça bilmirəm. Ola bilər ki, ha vaxtsa, Salih yatanda gündüzlər aça bilərəm. Onda da kim gələr. Amma gündəlik açmaq imkanım yoxdur Salihə görə. Aça bilmirəm Salihə görə gündəlik.
Çünki ona vitamin verməliyəm. Yemək saatları var, dərman saatları var. Gəzdirə bilmirəm, aparmaq olmur, əlimdən qaçır. Ona görə evin içindəyik elə Salimlə bərabər. Belə Allah köməyinizdə dursun. Allahın nəzəri daim üzərinizdə olsun. Sizlərin də, bizlərin də. Canındakı dualarımız kimi axırda Allahın mərhəməti, bərəkəti, sağlığı, imanı, təqvası, bütün gözəlliyi daima izləyicilərim üzərinə olsun inşallah. Hamımızın üzərinə olsun. Negativ insanları da Allah hidayət eləsin. Pis şərh yazmasınlar. İnşallah ki, yazmazlar da. Çünki bizim başlayandan axıra qədər də Allah sözüdür. Bismillahirrahmanirrahim. Şükrən lillah. Allah hamımıza razı qalsın. Allahın salamı daim üzərinizdə olsun. Bizim dilimizdən ancaq bunlar çıxır. Allah'a emanet olun. İnşallah sabah canlıda görüşmək ümidi ilə. Təşəkkür edirəm hamıza. Var olun. Çox sağ olun.